Mövsüm meyvələri və tərəvəzlə bol vitaminlər müxtəlif lazım maddələr mənbəyidir. Bu fəsildə orqanizmin həmin maddələrə olan tələbatı nəzərə alıb, yaz-yay məhsullarından çoxlu istifadə edilməyə lazımdır. Bu dəfə biz paxlanın orqanizmə olan faydası haqqında məlumat topladıq. Sadəcə onu deyə bilərik ki, paxladan çox istifadə etmək orqanizm üçün olduqca faydalıdır. Gəlin paxlanın orqanizmə olan faydasını sıradakı sujetimizdə öyrənək. Yaz-yay mövsümünün qidaları vitamin və lazım maddələrlə zəngin olur. Bu mövsümün ən xeyirli tərəvəzlərindən biri də paxladır. Paxla vitamin və zülal baxımından son dərəcədə zəngindir. Paxlanın sağlamlığa çox böyük faydası var. O həzmi asanlaşdırır, sidik yollarını təmizləyir, böyrək ağrılarını yüngülləşdirir, böyrək qumlarının və daşların tökülməsinə köməkçi olur. Sinə xəstəliklərində və öskürəkdə xeyli faydalıdır. Paxla təzə və quru olaraq istifadə edilə bilər. Paxlanı qabıqları ilə yemək mineral və vitamin itkisini azaldır. Paxlada nişasta nisbəti yüksək olduğu üçün qan şəkərini yüksəldir. Bu səbəbdən şəkər xəstələrinə paxla yemək çox da tövsiyə edilmir. Paxlalarla müntəzəm qidalanmaqla yüksək təzyiqi aşağı salmaq olar. Bu məhsulun dəmir və qan azlığında da xeyli faydası var. Paxla tərkibindəki antioksidanın sayəsində xərçəngə tutulma riskini azaldır. Gün ərzində quru paxladan 55-60 qram, təzə paxladan isə 100-120 qram yemək məsləhətdir. Bu tərəvəz həm də fiziki və zehni yorğunluğu aradan qaldırır. Təzə paxlada olan bəzi maddələr ürək, qaraciyər, böbrəklərin fəaliyyətini qüvvətləndirir. Ürək döyüntülərini aradan qaldırır. Yarpaqlarından isə çay kimi istifadə edilir. Əziz tamaşaçılarımız, orqanizmimizdə hər hansı bir problem varsa, mütləq təbii üsullarla müalicə edin. Çünki elə ən yaxşı müalicə təbii üsullarla müalicədir. Sağlamlığınıza vaxtında riayət edək ki, dərmanlara heç bir ehtiyac qalmasın.